Xətli bərabər təcilli hərəkətdən davam edirik. 101-ci sualdan davam edək. Deməli, bizə sürət zaman qrafiki verilmişdir. Sürət zaman qrafikindən görürük ki, cisim x oxunun əksi istiqamətində bərabər y enləşən hərəkət edir. Və bu hərəkətin koordinat zaman qrafikini qursaq əgər x-də, x oxunun əksinə, yəni zaman oxunun aşağıda y enləşən bu şəkildə qurulmalıdır. Düzgün cavabımız olacaq A variantı. 102-ci sual. X oxu üzrə hərəkətdə cismin sürətinin proyeksiyasının zamanı asılı qrafikinə əsasən ilk 10 saniyə ərzində yer dəyişməni tapın. Əvvəlcə sürət zaman qrafikində biz fiqurların sayısını tapacağıq. Burada 2 dənə fiqurumuz var. 1 və ikinci fiqur. Əvvəlcə birinci fiqurun sayısını tapaq. Düz bucaqlı, üç bucaqlı. Katetlərindən biri 6, biri 0-dan 5-ə qədər 5-dir. Katetlərin hasilinin yarısı eləcə 15 metr. İkinci fiqurun sayısını tapanda 5-dən 10-a 1 kateti 5, 0-dan -6-ya 1 kateti 6-dır. Yenə də sayısını tapanda yazacağıq ki, 5 vurulsun 6 bölünsün 2, 15 metr. Burada yer dəyişməni soruşur. Biz təsəvvür edək ki, bu cisim 0-cı koordinatda idi. Əvvəlcə ilk 5 saniyə ərzində x oxu istiqamətində 15 metr yol gedir. Yer dəyişimi icra edilir, yəni 15-ci koordinata gəlir. Növbəti 5 saniyədə isə zaman oxundan aşağıdadır. Yəni x oxunun əksi istiqamətdə hərəkət edərək başladığı yerə yenə də 15 metr yol gəlir, 0-cı koordinata qayıdır. Yəni yer dəyişməsi nəyə bərabər olur bu zaman? Yer dəyişməsi 0-a bərabər olur. Və yaxud suala belə yanaşa bilərik. Müsbət 15 və mənfi 15-dir. Bu zaman biz işarəni nəzərə alırıq yer dəyişmədə və yer dəyişməsini soruşursa müsbət 15 plus mənfi 15 bərabərdir 0-a. Yəni yer dəyişməsi olacaq 0. 102-ci sualda cavab olacaq D. 103. X oxu üzrə hərəkətdə cismin sürətinin proyeksiyası zamanı asılı qrafikinə əsasən ilk 10 saniyə ərzində yer dəyişməsini tapın. Yenə də bizim burada 2 fiqurumuz var. Birinci və ikinci fiqur. Onların sahələrini tapaq. Əvvəlcə birinci fiqurun sahəsi -8 vur 5 böl 2 -20. Bu deməkdir ki, cisim x oxunun əksi istiqamətdə 20 metr yer dəyişmə icra edir. İkinci fiqurun sahəsini tapaq. 5-dən 10-a 5, 0-dan 8-ə 8. 5 vur 8 böl 2, 20 metr x oxu istiqamətində və yer dəyişməsini soruşursa işarəni nəzərə alırıq. Yer dəyişmə nəyə bərabərdir? -20 plus müsbət 20 cavab olacaq 0. Yəni bu cismin yer dəyişməsi 0-a bərabər oldu. 104-cü sual. X oxu boyunca hərəkət edən cismin sürətinin proyeksiyasının zamanla asılı qrafikinə əsasən 10 saniyə ərzində getdiyi yolu hesablayın. Bu dəfə yolu deyirsə, yol müsbət skalar kəmiyyətdir. Yəni onun x oxuna və yaxud x oxunun əksinə olmasına asılı olmayaraq toplayacağıq. Yəni işarəni nəzərə almayacağıq. Burada da 2 fiqurumuz var. Birinci və ikinci fiqur. Birinci fiqurun sayısını tapanda düz bucaqlı, üç bucaqlı 6 vur 5 böl 2. 15 metr x oxu istiqamətdə yol getdi. İkinci fiqurun sayısını tapanda yenə də 5 vur 5 ilə 10 arasında 5 buradır. 1 kateti 5-dir, digəri 6-dır. 5 vur 6 böl 2 15 metrdə x oxunun əksinə. Mənfi yazmadım çünki yolu tapmağın deyir. Yol bərabərdir 15 plus 15, yəni işarəni nəzərə almadan yazırıq. 30 metr getdiyi yol olacaq Y variantı. 105. Sükunət vəziyyətindən x oxu boyunca hərəkət edən cismin koordinatının zamanla asılı qrafiki verilibdir. A və B nöqtələrinə uyğun anlarda cismin malik olduğu təcillər arasında hansı münasibət var? Sükunət vəziyyəti dediyinə görə V0 bərabər 0. Biz də bilirik ki, S bərabərdir V0T plus AT kvadrat böl 2-dən. Bu zaman S bərabər olur AT kvadrat böl 2-yə. Çünki sükunət vəziyyəti hərəkətə başlayır. Və təcili tapanda yazacaq ki, 2S böl T kvadrat. İndi əvvəlcə A nöqtəsinin təcilini tapaq. A nöqtəsinə uyğun zaman anda 2SA böl TA-ya uyğun zaman kvadratı bərabər. 2 vurulsun. A nöqtəsinə uyğun bu cismin getdiyi yol 0-dan 4-ə 4 metrdir. Zaman 2 saniyə verilib. 2-nin kvadratı ilə 4. 4 ilə ixtisar gedir. A nöqtəsinə uyğun anda təcil oldu 2. İndi B nöqtəsinə uyğun anda təcil tapıq. Yazırıq 2 vur SB böl TB nöqtəsinə uyğun zamanın kvadratı bərabər. 2 vur
B nöqtəsinə uyğun anda cismin getdiyi yol 0-dan 16-ya 16 metr. Zaman 4-dür. Kvadrat eləyəcək 16. Yenə 16 olaraq ixtisar getdi. Qaldı 2. Və biz gördük ki, həm A-da, həm B-də eyni təcil qaldı. Yəni AA bərabərdir AB. 106. A və B cisimləri sükunət vəziyyətindən yenə də həm A nöqtəsi, həm də B nöqtəsindən cisim sükunət vəziyyətindən hərəkətə başlayır. V00-dır. O nöqtəsinə eyni müddətdə çatırlar. Deməli, TA bərabərdir TB, yəni bu cisimlərin o nöqtəsinə gəlib çatma müddətləri eynidir. Təcillər arasında hansı münasibət var? Baxırıq ki, A cisminin getdiyi yol -8-dən 0-a 8 metr, B cisminin getdiyi yol isə 4-dən 0-a 4 metr. Buradan bura 8 metr yol gedib, digər cisim isə 4 metr yol gedib. Biz sükunət vəziyyətinə hərəkət olduğuna görə yazırıq ki, S bərabərdir AT kvadrat bölü 2. Buradan A-nı təcili tapsaq, A bərabərdir 2S bölü T kvadrat. Və görürük ki, A S-dən düz asılıdır. T'lər eynidir axı ona görə. AA-nın AB-yə nisbəti SA-nın SB-yə nisbətinə bərabər. İndi A cisminin getdiyi yol nə qədər idi? 8, B cisminin 4. İxtisar getdi, qaldı 2. Onda AA bərabərdir 2 dənə AB-yə. Düzgün cavab Y variantında verilir. 107. Hansı ardıcıllıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamaq olar? Burada verilibdir. İndi mətnə baxırıq. X oxu üzrə hərəkət edən və yer dəyişməsinin proyeksiyasının zamanasılı qrafik verilmiş cismin ilk 2 saniyə müddətində biz baxırıq ki, ilk 2 saniyədə bu cismin hərəkəti bərabər yavaşlayan hərəkətdir. Yəni, bura gedir bərabər yavaşlayan 4. Sonraki 2 saniyədə isə bu hissəyə diqqət eləsək, bu X oxunun əksinə yeyinləşənə bənzər. Onun koordinat başlanğıcında təsəvvür eləsək, bu şəkildədir. X oxunun əksinə bərabər yeyinləşəndir. Yəni, bura 3 gedəcək. İlk 2 saniyədə cismin sürətinin proyeksiyası. İlk 2 saniyədə, yəni bu hissədə cisim X oxuna hərəkət edir axı. Sürətinin proyeksiyası müsbətdir. Amma yavaşan olduğuna görə təcil mənfidir. İlk 2 saniyədə cismin sürətinin proyeksiyası müsbət, bura gedir 6. Təcilin proyeksiyası isə dedik ki, mənfidir. İlk 4 saniyədə cismin getdiyi yol. İlk 4 saniyədə getdiyi yola baxın. Əvvəlcə 0-dan 10-a 10 metr, sonra 10-dan yenə 0-a 10 metr də burada. Ümumilikdə getdiyi yol olacaq 20 metr. Yer dəyişməsi isə başladığı yerə qayıtdığı üçün 0-dır. İlk 4 saniyədə getdiyi yol oldu 20 metr 2, yer dəyişməsinin modulu isə 0-a bərabərdir 1. Və baxırıq ki, buxarıda verilib 4, 3, 6, 5, 2, 1 C variantında. 108. Euler-Venn diaqramında X oxu boyunca hərəkət edən A və B avtomobillərinin sürətlərinin proyeksiyasının zamandan asılı qrafikinə uyğun oxşar və fərqli cəhətlər. Baxırıq ki, A avtomobili X oxunun əksi istiqamətində bərabər yeyinləşəndir. Hardan bilirik? Çünki zaman oxu ilə qrafik arasında məsafə getdikcə artırsa, bu yeyinləşən hərəkətdir. Və qrafik zaman oxundan aşağıdadırsa, bu X oxunun əksi olduğunu göstərir. Sürət zaman qrafikində bu belədir. Digər cismə baxıram, B avtomobildə X oxunun əksi istiqamətdə hərəkət edir. Çünki qrafik zaman oxundan aşağıdadır. Amma bu dəfə zaman oxu ilə qrafik arasında məsafə getdikcə azalır. Deməli, yavaşlayandır. Bərabər yavaşlayan. İndi seçək. Bərabər yeyinləşən hərəkət edir A avtomobili. Bir getdi bura. Birinci cismə uyğun. Bərabər yavaşlayan hərəkət edir. Bu B avtomobilə uyğundur. X oxunun əksi istiqamətdə hər ikisinə uyğundur. Təcilin proyeksiyası müsbətdir. Bu necə bir baxırıq? A avtomobili X oxunun əksinədir. Deməli, başlanğıc sürətin proyeksiyası nədir? Mənfi. Yeyinləşən olduğuna görə təcilin proyeksiyası da mənfidir. Çünki bərabər yeyinləşəndə sürət və təcil eyni yönəlir. Eyni işarəyə malik olur. Yavaşlayanda baxıram B avtomobilində. Sürətin proyeksiyası nədir? X oxunun əksinə olduğuna görə mənfi. Amma yavaşlayan elədiyinə görə əks yönəlirlər. Bu dəfə təcil müsbət olur. İndi müsbətdir deyirsə, bu ikinci B avtomobilinə uyğundur. 2, 4. Sürət və vektoru təcil vektoru ilə eyni istiqamətdə yönəlib. Bu yeyinləşən hərəkətə uyğundur. 5-də gedəcək bura. 1, 5, 2, 4, ortağa da 3. Yəni C variantı. 109.
Eyler-Venn diaqramında x oxu üzrə hərəkət edən A və B cisimlərinin hərəkət tənlikləri verilibdir. Biz bilirik ki, x bərabərdir x0 plus v0t plus at kvadrat bölü 2. Deməli, t-nin qarşısında yazılan sürəti göstərir, t kvadratın qarşısında yazılanın 2 misli təcilin proyeksiyasını göstərir. Baxıram. X bərabər mənfi 10 plus t kvadrat. Mənfi o deməkdir ki, cisim x oxunun əks istiqamətdə hərəkət edir. Biri mənfi, sürət mənfi, təcil müsbətsə bərabər yavaşyan. İşarələr əksdir. Yavaşyan. Burada sürət mənfidir. Yenə də cisim x oxunun əks istiqamətdə hərəkət edir. Amma təcil də mənfidir. Deməli, yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən. Çünki yeyinləşəndə sürət və təcil eyni yönəlir, eyni işarəyə malik olurlar. 1. Bərabər yeyinləşən hərəkət edir. Bu, B avtomobilinə uyğundur. Bərabər yavaşyan A-ya. 5 saniyə müddətindən sonra dayanar. Təbii ki, biz bilirik ki, yeyinləşən hərəkət edən cisim dayanmaz. Çünki o sürəti getdikcə artırır. Dayana bilər yavaşyan. İndi dayanma müddətini tapaq onun. Tormuz müddətini belə tapırdıq. V0 böl A. Başlanan sürəti təcillə bölürəm modulunu. Başlanan sürəti 10-dur. Təcil t kvadratın qarşısında yazılan 2 mislidir. Biri adətən yazmırlar. Vururam 2'ye 2. Onu bölürəm 2'ye 5. Doğrudan da bu A avtomobilinə uyğundur. 5 saniyədən sonra dayanır. Uçub getdi bura. İlk 5 saniyədə x oxunun əksi istiqamətdə hərəkət edir. Bəli, hər iki cismin sürəti mənfidir və onlar x oxunun əksinə hərəkət edirlər. Sürət vektoru ilə təcil vektoru hər zaman eyni yönəlmişdir. Bu yeyinləşən hərəkətdədir. Yəni B-də. 2, 3, 1, 5, ortağa 4. D variantı uyğun gəldi. 110. Eyler-Venn diaqramına əsasən x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyası zamanla asılı qrafikinə uyğun oxşar və fərqli cəhətləri. Əvvəlcə baxırıq ki, birinci cisim x oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. Çünki qrafik ilə zaman oxu arasında məsafə getdikcə artırsa bu yeyinləşəndir. İkinci yenə x oxu istiqamətindədir. Çünki zaman oxundan yuxarıdadır. X oxu istiqamətində. Bu dəfə qrafik ilə zaman oxu arasında məsafə getdikcə azalır deyə bərabər yavaşlayan hərəkətdir. Cisim bərabər yavaşlayan hərəkət edir. Bu ikinci cismə uyğundur. Bərabər yeyinləşən birinci cismə uyğundur. X oxu istiqamətində hər ikisi x oxuna hərəkət edir. Təcil sabitdir. Biz bilirik ki, həm yeyinləşən, həm yavaşlayan bərabər təcilli hərəkətin növləridir. Yəni orada təcil sabit olur. Cismin başlanğıc sürəti sıfırdan fərqlidir. Birinci cismin başlanğıc sürətinə baxırıq ki, sıfırdır. Amma ikinci cismin müəyyən başlanğıc sürəti var. Sıfırdan fərqlidir. 5 gedir ikinci cismə. 2, 1, 5, 3, 4, Y variantı. 111. Eyler-Venn diaqramına əsasən x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanı asılı qrafikinə oxşar və fərqli cəhətləri yazın. Birinci cismə baxıram. X oxunun əksi istiqamətdə hərəkət edir. Niyə? Zaman oxundan aşağıdadır. Özü də bərabər yeyinləşəndir. Niyə yeyinləşəndir? Çünki zaman oxu ilə qrafik arasında məsafə getdikcə artır. İkinci cisim yenə də x oxunun əksidir. Ona görə ki, zaman oxundan aşağıdadır. Özü də hərəkət bərabər yavaşlandı. Hardan bilirik? Çünki qrafik ilə zaman oxu arasındakı məsafə getdikcə azalır. İndi seçək oxşar fərqli cəhətlər. Cismin bərabər yavaşlayan hərəkət edir. İkinci cisim. Cisim bərabər yeyinləşən hərəkət edir. Birinci. X oxunun əksi istiqamətdə hər ikisi. Çünki zaman oxundan aşağıda verilib hər ikisi. Cismin təcili sabitdir. Biz bilirik ki, həm yeyinləşən, həm bərabər yavaşlayan hərəkət bərabər təcili hərəkətin növləridir və orada təcil sabitdir. Başlanğıc sürəti sıfırdan fərqlidir. Baxırıq ki, bu cismin başlanğıc sürəti sıfır deyil, ikinci cismin. Amma birinci cismin başlanğıc sürəti sıfırdır. Deməli, 5 gedəcək buna. 2, 1, 5, 3, 4, C variantı 111-ci sualda. 112. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətləri üçün verilmiş ifadələr Eyler-Venn diaqramına uyğun müəyyən edin. Bir yerdəyişmənin proyeksiyası zamandan bu cür asıllığı bərabər yavaşlayan hərəkəti göstərirdi. Ona görə 1 gedəcək bərabər yavaşlayana. Sürət zaman keçdikcə artır. Təbii ki, bu yeyinləşən hərəkətdə belə idi. Sonra sürətin modu zaman keçdikcə azalır. Bərabər yavaşlayanda biz bilirik ki, sürət zaman keçdikcə azalır.
Təcil sabitdir. Həm yeyinləşəndə, həm yavaşlayanda, yəni ortağa gedəcək. Yerdəyişmənin proyeksiya zamanı asılığı bu şəkildə asıllıq da biz bilirik ki, bərabər yeyinləşən hərəkətə uyğun idi. 5 bura gedəcək. Sürətin proyeksiyası zamandan xəttə asılıdır. Həm yeyinləşəndə, həm yavaşlayanda. Bu da ortağa getdi. 2, 5, 1, 3, 4, 6, yəni B variantı. 113. Bərabər yeyinləşən və yavaşlayan hərəkətlər üçün verilmiş ifadələr eynilik Venn diaqramını müəyyən edin. Yenə də seçəcəyik. Birinci, yerdəyişmənin proyeksiyasının şəkildəki asılılığı x oxunun əksinə yeyinləşən hərəkəti göstərir. Yəni, bərabər yeyinləşənə yazacağıq. Sürətin modulu zaman keçdikcə artır. Təbii ki, yeyinləşən hərəkətdə sürət getdikcə artır. Sürətin modulu zaman keçdikcə azalır. Bərabər yavaşlayan hərəkətdə. Təcil sabitdir hər ikisində. Yerdəyişmənin proyeksiyasının zamandan asılılığı bu x oxunun əksinə bərabər yavaşlayan hərəkəti göstərir. Yəni, bərabər yavaşlayana yazacağıq. Sürətin proyeksiyası zamandan xəttə asılıdır hər ikisində. Deməli, 1, 2, 3, 5, 4, 6, Y variantı. Gəlirik 114-də. X oxu üzrə bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətləri üçün verilmiş Euler-Venn diaqramının uyğunluğu müəyyən edin. Yeyinləşən və yavaşlayan üçün. Sürətin proyeksiyasının zamandan asılılığı. Bu, x oxunun əksinə bərabər yavaşlayan hərəkəti göstərir. Yəni, yavaşlayana yazacağıq. İkinci, sürət proyeksiyası zamanı asılığı x oxunun əksinə bərabər yeyinləşən hərəkəti göstərir. Yeyinləşənə qeyd edirik. Yerdəyişmə zamanın kvadratik funksiyasıdır. Hər ikisinə uyğundur. Sürət və təcil vektorları əks yönəlib. Yeyinləşəndə eyni yönəlir. Bərabər yavaşlayanda isə əks yönəlirlər. Yavaşlayana yazırıq. Təcil sabitdir. Həm bərabər yeyinləşəndə, həm bərabər yavaşlayanda təcil sabit olur. 2, 1, 4, 3, 5 variant. 115. Burada biz x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən uyğunluğu müəyyən edəcəyik. Baxaq, əvvəlcə birinci cismin təcilinin modulunu tapaq. Delta V böl T-dir. Sürət dəyişməsi 20, böləcəyik 5-əz, eləcək 4 modulu. Birinci cismin təcili modulu oldu 4. İkinci qrafikdə təcili modulunu tapırıq. Yenə sürət dəyişməsi zamana böləcəyik. 25-i böləcəyik 5-ə. Burada təcilin modulu olacaq 5. Təcilin modulu 5-dir. Bu ikinci cismə uyğundur. Deməli, 1 getdi ikinci cismə. X oxunun əksi istiqamətdə bərabər yavaşlayan hərəkətidir. Hər iki cisim x oxunun əksinə bərabər yavaşlayan hərəkətidir. 2 ortağa gedəcək. Sürət və təcil əks istiqamətdir. Axı, biz bilirik, bərabər yavaşlayanda sürət və təcil əks yönəlir. Hər iki cisim yavaşlayan hərəkətidir. Deməli, bu da ortağa gedəcək. 5 saniyə ərzində 50 metr yol gedib. Gedilən yol sürət zaman qrafikində fiqurun sahəsi ilə təyin olunur. Hər iki cismin getdiyi yolu tapaq. Düz bucaqlı üç bucaqdır. Katetlərindən biri 20, biri 5 böl 2. 50 metr birinci cisim getdi. İkinci cismin getdiyi yolu tapanda 25-i vuracaq 5-ə, böləcəyik 2-yə. Amma bizə 50 metr tapmışıq da artıq. Ehtiyac yoxdur bunu hesablamağa. Deməli, 4 gedəcək birinci cismə. Dayanana qədər getdiyi yol yerdəyişmənin moduluna bərabərdir. Bu cisim hərəkət istiqamətini dəyişmədiyinə görə onda getdiyi yol elə yerdəyişmə bərabərdir. İlk 5 saniyə ərzində hər ikisi istiqamətini dəyişməyib. Bu da ortağa gedəcək. 2, 3, 5. İkinci saniyənin sonunda sürətinin modulu 12-dir. Aha. Biz bilirik ki, bu yavaşlayan hərəkət olduğuna görə sürətin modulu V nəyə bərabər? V0 minus AT-dir. Yəni, sürət getdikcə azalır hər iki cisimdə V0 minus AT. Və burada baxırıq ki, sürətin modulu ikinci saniyənin sonundadır. Əvvəlcə birinci cisim üçün yazıraq. V1 modulda mənfi 20 plus təcil müsbətdir burada. 4 vurulsun 2 eləyir 8. Moduldan da mənfi 20 plus 8 alınır mənfi 12. Oradan da moduldan çıxır 12 metr böl saniyə. Bu da birinci cismə uyğun gəldi. Deməli 6 da gedəcək bura. Belə deyək də, hər saniyə anında sürəti təcil delta belə yazırıq da. İkinci cismində sürətini tapsaq burada məsələn müddətdən sonra modulda V0 plus AT yazacaq. Çünki təcil müsbətdir burada. Modulda mənfi 25
plus təcili 5-dir. Vurulsun 2, 10 eləyir -15. Moduldan da həmişə müsbət çıxdığına görə qalacaq 15 metr bölü saniyə. Yəni burada sürətin hər 1 saniyə ərzində təcil qədər azaldığı müşahidə olunur. Ona görə də 12 olacaq birinci cisimdə. 6 da getdi bura. 4, 6, 1, 2, 3, 5 A variantına uyğun gəldi. 116. Yenə də bu cisimlərin təcilini əvvəlcə tapırıq. Təcil tapmaq üçün sürət dəyişməsini zamana böləcəyik. 10 bölünsün 5 modulunu tapıram 2. İkinci cisimdə isə yenə delta V bölü T, sürət dəyişməsi 15-dir, zaman 5-dir, böləcəyik 3. Deməli, təcilin modulu 2-dir, bu birinci cismə uyğundur. X oxunun əksinə bərabər yavaşlayan hərəkət edir hər iki cisim, 2 ortağa gedəcək. Sürət və təcil əks yönəlibdir, yenə hər iki cisimdə, sürət və təcil əks yönəlib. 5 saniyə ərzində getdiyi yol 25 metrdir. Yenə həm birinci cisimdə sürət zaman qrafikində gedilən yolu tapanda fiqurun sayəsini tapacağıq, həm də ikinci cisimdə tapaq. Birinci cisimdə 10 vur 5 böl 2, 50-nin yarısı 25 metr yol gedib. Artıq tapdıq. İkinci cismi hesablamağa ehtiyac qalmadı. 4 gedəcək 1-ə. Dayanana qədər getdiyi yol və yer dəyişmə bərabərdir. Bəli, bərabər. Niyə? Çünki hər iki cisim istiqamətini dəyişməyib. İlk 5 saniyə ərzində istiqamətini dəyişmədən hərəkət edibsə, getdiyi yol yer dəyişmə ilə bərabər olur. Bu gedəcək ortağa. İkinci saniyənin sonunda sürətini tapaq. İndi birinci cisimdə əvvəlcə V bərabərdir modulda V0 plus AT bərabərdir. -10 plus 2 vurulsun. İkinci saniyə dediyinə görə 2. Modulda -6, bundan çıxır 6. Birinci cismin sürəti 6 olacaq. Deməli, bu 1-ə getməyəcək. İkinci cismin sürətini tapaq. V bərabərdir modulda V0 plus AT. Niyə plus yazıram? Çünki təcil müsbətdir orada. -15 plus 3 vurulsun 2 eləyir 6. -9. Bundan da modul çıxır 9. Deməli, ikinci saniyənin sonunda ikinci cismin sürətinin modulu olacaq 9. Bu da getdi ikinci cismə. 1, 4, 6, 2, 3, 5-də ortağa D variantı 116-da. 117. Hansı ardıcıllıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamaq olar? Baxaq. Bura nə yazacaq indi? Hərəkətlə cismin istənilən bərabər zaman müddəti ərzində sürətini eyni qədər dəyişir. Burada sürət dəyişirsə, bu düz xətli bərabər təcilli hərəkətə uyğundur. Yəni, cavab 4 ilə başlamalıdır. Vahid zamandakı sürət dəyişməsinə ədədi qiymətcə bərabər olan fiziki kəmiyyət bu təcildir uşaqlar. Delta V böl T-də T-nin yerinə 1 yazsa, vahid zamanı vahid götürsək, onda sürət dəyişməsinə bərabər kəmiyyət nədir? Təcildir. Yəni, bura yazacaq 1. Nöqtələr. Hərəkət edən cismin istənilən bərabər zaman müddətlərində eyni yer dəyişmələr edirsə, bu artıq bərabər sürətli hərəkətdir ki, bərabər zaman müddətlərində bərabər yer dəyişmələr edir. Düz xətli bərabər sürətli 3 gedəcək bura. Vahid zamandakı yer dəyişməyə ədədi qiymətcə bərabər olan kəmiyyət bu cismin sürəti adlanır. Çünki V bərabər S böl T-dən zamanı vahid götürsək, yer dəyişməyə bərabər olan kəmiyyət sürətdir. Düz xətli bərabər təcilli hərəkətdə təcil sabitdir. Sürət isə deməli zamanda xətti asılıdır. Burada 5 gedəcək. Deməli 4, 1, 3, 2, 6, 5 A variantına uyğun gəlir. 118. Açar sözlərdən istifadə edib cümləni tamamlayın. Bərabər yeyinləşən hərəkətdə cismin sürətinin modulu, belə deyək, sürətinin modulu zaman keçdikcə bərabər yeyinləşən dediyinə görə təbii ki, artacaq, artır. Təcil vektoru 2 gedəcək bura. Sürət vektoru ilə eyni yönəlir. Yeyinləşəndə axı eyni yönəlirlər. 5. Sürət vektoru istiqamətə yönəlir. Bərabər yavaşlayanda isə cismin sürətinin modulu zaman ərzində eyni qədər yavaşlayan olduğuna görə azalır. Təcil vektoru sürət vektorunun əksinə yönəlir. 1, 4, 2, 1, 4, 2, 5, 3, 6. Burada da Y olacaq. Gəldi 119-a. Koordinat tənliyi x bərabərdir x0 plus v0t minus at kvadrat bölü 2-dir. Yəni, hərəkət yavaşlandı. V0, yəni başlanğıc sürətimiz 2,
A isə t kvadratın qarşısında yazılanın 2 mislidir, yəni -2-dir təcilin proyeksiyası. Başlanan sürət 2 olmalıdır. Burada görürük 10-dur, bu deyil. -2-dir, bu da deyil. Bərabər sürətli hərəkətdir, bu da ola bilməz. Y variantda da bərabər sürətli ola bilməz, cavab artıq bəllidir. Başlanan sürət 2-dir, V0 2-dir. Təcilini tapırıq, V çıx V0 böl T. Son sürət neçədir? 0. 0 çıx 2 böl 1, təcil dağılır, -2, düzgün cavab C-də verilib. 120. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən 5-ci saniyədə sürətin proyeksiyasını hesablayın. Əvvəlcə bu cismin təcilini tapaq. A nəyə bərabərdir? Delta V böl delta T. Sürət dəyişməsi böl zaman. Bu da nədir? Sürət dəyişməsi qarşı katet, zaman bitişik katetdir. Biz də bilirik ki, bucağın qarşı katetinin bitişik katetinə nisbəti bizə nəyə verir? Tangens alfanı. Tangens nədir? Sinus alfa böl kosinus alfa. 45 dərəcədə ikisi də eyni qiymət alır. Onda nisbət bizə nə verəcək? 1. Deməli, təcilimizi tapdıq. Təcil 1-dir. Başlanğıc sürətimiz də burada var da 10. Müəyyən zaman andakı sürəti sürət əlliyindən tapırdıq. V bölü V0 plus AT yeniləşən hərəkətdir. V0 10 plus təcil 1 vurulsun. Neçən saniyədir? 5-ci. 1 vur 5. Eləyir 10 plus 5. Yəni 15. Cavab olacaq Y variantı. 121. Burada deyir ki, cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən onun 5-ci saniyədə sürətini tapın. 5-ci saniyədə, 5-ci saniyədə. Əvvəlcə təcilini tapaq. A nəyə bərabərdir? V çıx V0 böl T. Son sürətimiz 20 çıx 60 böl 10. Buradan alırıq ki, təcilin proyeksiyası mənfidir. -4. Yəni, sürət keçişi azalır da. V bərabərdir. V0 minus AT. İndi dedik 5-ci saniyədə tapaq. V bərabər. Başlanan sürət 60-dır. Çıx. 4 vurulsun 5. Bu da eləyəcək 60 çıxılsın 20. Deməli, 5-ci saniyənin sonunda sürət olacaq 40 metr bölünsün saniyə. Bu da B. 122. X oxu üzrə düzxətli hərəkətdən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni tapın. Təbii ki, biz əvvəlcə bu fiqurların sahələrini tapıb cisimlərin getdiyi yolu hesablayacağıq. Birinci fiqur düz bucaqlı, üç bucaqlı, sahəsi katetlərin hasilinin yarısı ilə tapılır. Yəni 15 vurulsun 10 bölünsün 2, 150 yarısı da eləyəcək 75 metr birinci cisim gedib. Özü də hansı istiqamətdə? Zaman oxundan yuxarıdadır. X oxu istiqamətində. İkinci cismin sahəsi isə bir dənə trapesiyadır burada. Bir oturacağı 10-dur, 0-dan 10-a. Bir oturacağı 0-dan 20-yə kimi 20-dir. Hündürlüyü də ki 10 metrdir. Trapesiyanın sahəsi necə tapılır? Yuxarı oturacaq, aşağı oturacaq cəminin yarısı vurulsun hündürlük. Bərabərdir. Yazırıq 10 plus 20 bölünsün 2 vurulsun 10. Bərabərdir. 30 yarısı 15. 15-i də vuracaq 10-a eləcək 150 metr. Özdə bu cisim hara hərəkət edib? X oxunun əksinə. İndi bunu tam aydın təsəvvür yaransın deyə belə çəkək. Bu X oxu qəbul eləyək. Sağı. Birinci cisim 75 metr gedibdir. X oxu istiqamətində. Özdə deyir ki, başlanğıc anında koordinatları eynidir. Bu bir cisimdə ikinci cisim gedibdir 150 metr X oxunun əksinə. İndi onlar arasındakı məsafəni tapanda təbii ki, toplayacağıq da. Nə qədər olacaq bu məsafə? Yazacağıq ki, S bərabərdir 150 plus 75, 225 metr olacaq bunlar arasındakı məsafə. 123. Yenə də X oxu üzrə hərəkətdən iki maddi nöqtənin sürətinin proyeksiyası zaman asılı qrafiki verilmişdir. 12 saniyə sonra onlar arasındakı məsafəni tapın. Maddi nöqtələrin başlanğıc koordinatları eynidir. İndi yenə də birinci və ikinci cismin getdiyi yolları tapaq, görək nə qədərdir. S1 30 vurulsun 12 düz bucaqlı üç bucaqlıdır. Katetlərdən biri 30, biri 12-dir. Bölünsün 2, ixtisar getdi 6, vuracaq 30, 180 metr X oxu istiqamətində. İkinci cismin yer dəyişməsini tapsaq 20 vurulsun 12 bölünsün 2, ixtisar getdi 6 vur 20, 120 metr.
Yenə də bir x oxu çəksə, birinci cisim x oxu istiqamətində 180 metr yerdəyişmə icra edib, ikinci cisim x oxunun əksinə 120 metr. İndi onlar arasındakı məsafəni tapanda yenə toplayacağıq. 180 plus 120 elədi 300 metr. Deməli, 12-ci saniyənin sonunda onlar arasındakı məsafə olacaq 300 metr. A variantı. 124. X oxu üzrə hərəkət edən cismin tənliyi verilibdir. Bu x bərabərdir x0 plus, daha doğrusu burada minusdur. Minus v0t plus at kvadrat böl 2 ilə təyin olunur. Cismin dayandığı andakı koordinat tapmaq üçün əvvəlcə onun dayanma müddətini tapmalıyıq. Bunun düsturu deməli modulda v0 böl a idi. Başlanğıc sürəti təcillə bölürdü. Başlanğıc sürət baxıram ki 4'dür. Modulu 4. Təcil isə t kvadratın qarşısındakının 2 mislidir. 1'in 2 misli eləcə 2. Deməli bu cisim 2 saniyəyə dayanır. Dayandığı koordinatı tapmaq üçün bunu gətirib yerində tənlikdə yazacağım. Onda yazaram x bərabər 2, t'nin yerində 2 yazaram da 2'nin kvadratı çıxılsın 4 vurulsun 2 plus 3. 2'nin kvadratı edir 4 çıxılsın 4 öbür 2 8 plus 3. Alınır burada 7 çıx 8, bu da eləcək mənfi 1. Deməli, dayandığı andakı koordinat mənfi 1'dir. Yəni 124'də cavab olacaq Y variantı. 125. Güllə tapancadan 280 metr bölü saniyə sürətlə çıxır. Lülənin uzunluğunun ilk 4'də 1'ini qət edəndə qazandığı sürət tapın. Hərəkət bərabər təcillidir. Yəni, təcil sabitdir burada. Özü də əvvəlcə güllə sükunət vəziyyətində olur. Axı, sonra biz təpik artırır və güllə hərəkətə gəlir. Başlanğıc sürətimiz 0'dır və burada yerdəyişmə proyeksiyası üçün belə bir düsturumuz var idi. V kvadrat çıx V0 kvadrat böl 2A. V0 0 olduğuna görə V kvadrat böl 2A'dır. Yəni, buradan biz sürəti tapsaq əgər V nəyə bərabərdir? Kökün altında 2 dənə AS. Yəni, buradan görürük ki, təcil sabitdirsə, sürət yerdəyişmənin proyeksiyasının kök altı asılıdır. Yazırıq ki, V çıxan andakı sürət bölünsün. V ilk 4'də 1'indəki həmin o sürəti V ilə işarə eləyək. Bərabərdir. Çıxan anda ümumi məsafəyə S desək, kök altında S bölünsün. İlk 4'dən 1'indəki məsafə isə S böl 4'dür də. Onda burada bunları bir kökdə yazacağım. V çıxan anda sürət böl V bərabərdir. Kökün altında S bölünsün. S böl 4. 4 qalxır kəsin sürətinə. S-lə ixtisar gedir. 4'dən də kök çıxır 2. Onda V-ni tapanda V çıxan andakı sürətin böləcəyik 2'yə. Bu da bərabərdir. 280'i böləcəm 2'yə eləyəcək 140. Yəni 125'də cavab olacaq C. 126. Burada bizə sürət zaman qrafiki verilibdir. Sürətin proyeksiyası zaman asılı qrafiki. Biz yerdəyişmənin proyeksiyası zaman asılılığını çəkəcəyik. İlk 0T1'də, yəni 0T1'də görürük ki, cisim X oxu istiqamətində bərabər sürətli hərəkət edir. T1, T2'də isə yenə X oxudur, çünki zaman oxuna yuxarıdadır. Amma bu dəfə bərabər yavaşyan. Bərabər yavaşyan. Deməli, əvvəl bərabər sürətli 0T1'də, sonra isə bərabər yavaşyan. D variantı. 127. X oxu boyunca hərəkətdə maddə nöqtələrinin koordinatının zaman asılı qrafiki verilmişdir. Yolun zaman asılı qrafikini qurun. Yol müsbət skalyar kəmiyyətdir deyə onun qrafiki heç vaxt zaman oxuna aşağıda çəkilmir. İndi burada baxırıq ki, 0T1'də əvvəlcə cisim necə hərəkət edir? Buna diqqət edirik. Bərabər yavaşyan. Bərabər yavaşyan. T1, T2 zaman anında isə bu qrafikə diqqət eləsək, bu bərabər yeyinləşəndir. Koordinat zaman qrafikini demişdik ki, başlanğıcda təsəvvür edirik, paralel keçirsə və hərəkətin aydın təsəvvürü yaranır. X oxunun əksinə bərabər yeyinləşən. Yəni bizə lazımdır ki, növün bilək bərabər yeyinləşəndir. Deməli, indi yol zaman qrafikini çəkəndə əvvəlcə hər ikisini zaman oxunu yuxarıda çəkəcəm. Əvvəl yavaşyan, sonra yeyinləşən. Zaman oxundan aşağıda çəkmirəm. Yavaşyan, sonra yeyinləşən Y variantında verilib.
128 də eyni tip sualdır. X oxu boyunca hərəkətdə maddi nöqtənin koordinat zaman qrafiki verilibdir. Gedilən yolun zaman asılı qrafikini qurun. Yenə də əvvəlcə 0 T1-də bu hissəyə baxırıq. X oxunun əksinə bərabər yavaşlayan, yəni hərəkətin növü nədir? Bərabər yavaşlayan. T1, T2 zaman anında isə bərabər yeyinləşəndir. Özü də X oxu istiqamətində bərabər yeyinləşən növünü bildik. Deməli, əvvəl yavaşlayan, sonra yeyinləşən. Yavaşlayan, sonra yeyinləşən. Yenə də zaman oxundan yuxarıda çəkdik. 129. Eyni bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni tapın. Maddi nöqtənin başlanğıc koordinatları eynidir. Deməli, x01, x02 eyni başlanğıc koordinatdadırlar. İndi bunların getdikləri yol biz bilirik ki, sürət zaman qrafikində fiqurun sahəsinə təyin olunur. Əvvəlcə birinci cismin getdiyi yola baxaq. Birinci cisim düzbucaqlı yaradır burada. Getdiyi yol bu düzbucaqlının sahəsidir. Yəni, tərəflərindən biri 30-dur, biri 10-dur, 300 metr. Hansı istiqamətdə? X oxuna. Hardan bilirəm? Zaman oxundan yuxarıdadır. İndi keçirəm ikinci cismin getdiyi yola. İkinci cisim burada bir düzbucaqlı üçbucaq yaradır. Onun sahəsini tapanda katetlərin hansının yarısı, yəni 10 vur 30 bölü 2, 300-ün yarısı 150 metr. Bu da X oxu istiqamətində gedir. Əgər eyni gedirlərsə, onda nə edəcəyik? Sürət, onlar arasındakı məsafəni tapmaq istəyiriksə çıxacaq. Bu cisimlər arasında məsafəni tapanda 300-dən 150-ni çıxırıq. Deməli, onlar arasındakı məsafə olacaq 150 metr. 130. Eyni bir düz xətt üzrə hərəkətdən iki maddi nöqtədə sürətin proyeksiyasının zamanı asılı qrafiki verilib. 16 saniyə sonra onlar arasındakı məsafəni tapın. Yenə başlanğıc koordinatları eynidir. Yəni x01, x02-yə bərabər. Əvvəlcə birinci cismin getdiyi yolu tapaq. Bu birinci cisimdir. Onun sürət zaman qrafikində fiqurun sahəsini hesablayacaq. Düzbucaqlı üçbucaqlı katetlərdən biri 16, biri 60-dır. Yazırıq 60 vur 16 bölü 2, ixtisar gedir 8, 480 metr. Hansı istiqamətdə? X oxu. Hardan bilirəm? Zaman oxundan yuxarıdadır. İndi ikinci cismin getdiyi yolu tapaq. İkinci cismin yaratdığı fiqur budur. Bu da düzbucaqlı üçbucaqdır. Katetlərindən biri 60-dır, biri 16-dır. 60 vur 16 bölü 2. Yenə ixtisar getdi. Bu da elə 480. Bu hara gedir? Bu da X oxu istiqamətində. Eyni gedirlər. Demək, eyni gedirlərsə onlar arasındakı məsafəni tapanda çıxacaq. Olacaq 0 metr. Deməli, bu cisimlərin 16-cı saniyə sonunda arasındakı məsafə olacaq 0. 131. Düz xətli hərəkətlə cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikini qurun. Biz yer dəyişmə zaman qrafikinə sürət zamanı quracağıq. Burada baxıram ki, cisim X oxunun əksinə bərabər yavaşlayan hərəkət edir. X oxunun əksinə yavaşlayan sürət zamanını qurdum. Sonra bu hissədə yer dəyişmə yoxdur, sıfıra bərabər. Onda sürət də sıfırdır. Sürət də sıfır. Sonra burada X oxunun əksinə, qrafik aşağı baxır. X oxunun əksinə yeyinləşən, X oxunun əksinə yeyinləşən bu şəkildə quracaq. Cavab olacaq A. 132. Düz xətli hərəkətdən cismin yer dəyişməsinin proyeksiyası zamanı asılı qrafiki verilib. Hansı qrafik sürətinin proyeksiyasının zamandan asılılığına uyğundur? Yenə də quraq. VT, yəni sürət zaman qrafiki. Əvvəlcə bu hissədə X oxunun əksinə bərabər yavaşlayan, mən də çəkirəm, X oxunun əksinə yavaşlayan. Burada yer dəyişməsi sıfırdır, deməli sürəti də sıfırdır. Bu hissədə isə X oxu istiqamətdə yeyinləşən, qrafik yuxarı baxır. X oxuna yeyinləşən. Buna uyğun C variantı. 133. Düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanla asılı qrafiki verilib. Qrafikin göstərilən hissələrində təcillərin proyeksiyaları üçün hansı münasibət doğrudur? Biz bilirik ki, təcil nəyə bərabərdir? Delta V, yəni sürət dəyişməsi böl zaman. Bu da bu qrafikdə təcil tapmaq istəsək, məsələn, bu bucağın təcili. Təcil qarşı katetdir, zaman bitişik katetdir.
Onda qarşı katetin bitişik katet nisbətdə bizə nəyi verir? Bucağın tangensini. Tangens alfa. Bir hissə var ki, bu ikinci hissədə sürət sabitdir. Biz bilirik ki, V konstant olanda, yəni sürət dəyişməsi yoxdursa, təcil nədir? Sıfırdır. Deməli, A2 sıfıra bərabərdir. Bunu biləndən dərhal sonra A, C və Y variantlarını silirik. A2 oldu 0. İndi A1 ilə 3-ü müqayisə eləmək üçün meyl bucaqlarına baxacağıq. 1-də meyl bucağı daha böyükdür. 3-də isə kiçikdir. Yazırıq ki, alfa 1 böyükdür alfa 3-dən. Tangensdə də bucaq böyüksə qiymət böyük alınır. Yəni A1x böyükdür A3x-dən. Bunu ödəyən cavab D variantı. 134. Sükunət vəziyyətindən x oxu boyunca hərəkət edən cismin koordinatının zamanla asılı qrafiki verilmişdir. A və B nöqtələrinə uyğun cismin malik olduğu təcillərin modullar arasında hansı münasibət doğrudur? Sükunət vəziyyəti dediyinə görə V0 sıfıra bərabərdir. Onda S bərabərdir AT kvadrat böl 2-dən A nəyə bərabər olacaq? 2S böl T kvadratına. A nöqtəsinə uyğun əvvəlcə təcili tapaq. Bunun üçün 2SA böl TA-ya uyğun zamanın kvadratı. 2 vur. A nöqtəsinə uyğun yer dəyişməsi 3 böl zaman 5-dir. Böl 5-in kvadratı edir 25. Yəni 6 bölünsün 25. Bu oldu A-ya uyğun təcil. B nöqtəsinə uyğun təcili tapaq. Bunun üçün 2 dənə S B-yə uyğun yer dəyişmə böl T B-yə uyğun zamanın kvadratı. 2 vur. B-yə uyğun yer dəyişmə 12-dir. 2 vur 12 böl. Zamandakı 10'un kvadratı edir 100. Eləcə 24 böl 100. İxtisar aparsaq 4'ə bölsək 6 böl 25. Görürəm ki, eyni şey alındı. Deməli AA bərabərdir AB'yə. Vəssalam, cavab oldu ki 135. İki cisim x oxu boyunca əks istiqamətlərdə hərəkət edir. Əgər birinci cisim bərabər yeyinləşən, ikinci bərabər yavaşlayan gedirsə, təcillər arasında nə münasibət var? Baxıram, birinci cisim x oxu istiqamətində yönəlib. Deməli, sürətinin proyeksiyası nədir? V1 x, sürətin proyeksiyası müsbət. Yeyinləşən gedir. Yeyinləşəndə sürət və təcil eyni yönəldiyindən, deməli, A1x də müsbətdir. Təcil də olacaq müsbət. İkinci, yavaşlayan hərəkət edir. Sürətinə baxıram ki, x oxunun əksinə yönəldiyinə görə sürəti nədir? Mənfi. Yavaşlayanda əks yönəlirlər axı. Onda təcili nə olacaq? Müsbət. Deməli, A1 də müsbət, A2 də müsbət. B variantı. 136. İki cisim x oxu üzrə əks istiqamətlərdə hərəkət edir. Deməli, burada əks istiqamətlərdə əgər birinci cisim bərabər yavaşlayan, ikinci bərabər yeyinləşən hərəkət edir. Baxıram, birincinin sürəti nədir? Müsbət. Yavaşlayan gedirsə əks olacaq, təcili olacaq nə? Mənfi. İkinci cismin sürəti nədir? Mənfi. Sürətin proyeksiyası da belə deyək. Sürətin proyeksiyası mənfidir. Yeyinləşən deyir, eyni yönəlir, onda təcilin proyeksiyası da mənfidir. Deməli, A1x də mənfi, A2x də mənfi. Bu oldu hansı variantda? C variantında. 137. İki cisim x oxu üzrə əks istiqamətlərdə hərəkət edir. Hər iki cisim yeyinləşən hərəkət edirsə, təcillərinin proyeksiyaları üçün. Deməli, birinci cismin sürətinin proyeksiyası nədir? Müsbətdir. Hardan bilirik? X oxu istiqamətdə yönəlib. Yeyinləşən olduğuna görə təcilin proyeksiyası da müsbət olacaq. İkinci cismin sürətinin proyeksiyası nədir? Mənfidir. Yeyinləşəndir deyə təcilin də proyeksiyası mənfi olacaq. A1x müsbət, A2x mənfi. B variantı. 138-də iki cisim x oxu üzrə əks istiqamətlərdə hərəkət edir. Hər iki cisim bərabər yavaşlayan hərəkət edir. Yavaşlayanda əks yönəlirlər axı, baxaq. V1x müsbətdir, əks olacaq. A1x mənfi olacaq. Yavaşlayan olduğuna görə. V2x mənfidir, x oxunun əksinə yönəldiyi üçün. Onda onun əksi A2x müsbət olacaq. A1x mənfi, A2x müsbət. A variantı. 139. Maddi nöqtə x oxu üzrə hərəkət edir. Hansı hallarda yol yerdəyişmənin moduluna bərabərdir? Deməli, yol yerdəyişməyə bərabər olsun. Burada cisim istiqamətini dəyişmədən hərəkət eləməlidir. Əgər istiqamətini dəyişsə, onda gedilən yol yerdəyişmədən böyük olur. Yalnız istiqamət dəyişməsə,
Məsələn, x oxu istiqamətdə hərəkət edirsə, elə o formada da həmin istiqamətdə hərəkətini davam elətdirməlidir. Baxıram ki, məsələn, birincidə cisim əvvəlcə x oxunun əksinə hərəkət edib, sonra x oxu istiqamətində də hərəkət edib. Yəni istiqaməti dəyişib. X oxunun əksi, sonra x oxu. Burada yol böyük olacaq yer dəyişmədən. Onda bunu götürməyəcəyik. Biri götürmürük. Bir olan variantları silirik. İkincidə də əvvəlcə x oxuna bərabər sürətli, x oxu istiqamətlə bərabər yavaşan, sonra x oxunun əksinə yeyinləşən. Demək, burada istiqamət dəyişdiyi üçün ikini də götürmürük. 2 olan variantları da sildik. Baxırıq üçüncüyə. Cisim x oxu istiqamətində bərabər yeyinləşən gedir. İstiqamətdə dəyişiklik baş verməlidir. Burada gedilən yol, S yol bərabər S yer dəyişməyə. Burada da cisim x oxunun əksinə yeyinləşən, x oxunun əksinə yavaşan. Hərəkət istiqamətdə dəyişiklik baş verməlidir. Yol yer dəyişməyə bərabər oldu. 3 və 4'ü götürdük. A variant. 140. Deyir ki, hansı hallarda yol yer dəyişmədən böyükdür? Bu dəfə deyir ki, yol yer dəyişmədən böyük olsun. Yol yer dəyişmədən böyük olması üçün onun istiqamətini dəyişməlidir. Yəni, həm x oxuna, həm onun əksinə hərəkət olmalıdır. Baxırıq ki, birinci cisimdə əvvəlcə bu hissədə x oxunun əksinə yavaşayan, sonra x oxu istiqamətdə yeyinləşən. Biri qeyd edirik. 2-də də x oxuna bərabər sürətli, x oxu istiqamətdə yavaşayan, əksinə yeyinləşən. Demək, istiqamət dəyişdimi? Dəyişdi. Həm x oxunda, həm x oxunun əksi istiqamətdə hərəkət varsa, istiqaməti dəyişirsə, cismin belə deyək, yol yer dəyişmədən böyük olur. 1, 2, de. 141. X oxu üzrə bərabər təcili hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Müşahidə başlayan anda ilk 2 saniyədə yer dəyişməsi sıfıra bölünür. Xeyr, burada ilk 2 saniyədə yer dəyişmə müəyyən bir qiymət alır. Yəni sıfır deyil, bu səhv fikirdir. İlk 4 saniyə müddətində yer dəyişmə sıfıra bölünür. Bəli, başladığı yerə qayıdır ilk 4 saniyə ərzində. Ona görə yer dəyişməsi sıfıra bərabər. 2-ni qeyd edirik. 2 saniyə müddətində getdiyi yol yer dəyişmənin moduluna bərabərdir. Bəli, bu fikir də doğrudur. Burada S yol, S yer dəyişməyə bərabər olacaq. 2, 3, yəni A. 142. X oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmiş. Cisimlər arasındakı məsafə. Biz bilirik ki, sürət zaman qrafikində cismin getdiyi yol fiqurun sahəsi ilə tapılır. İndi baxırıq ki, birinci cismin getdiyi yol nədir? Bu düzbucaqlının sahəsidir. Yəni, bu fiqurdur. Düzdürmü? İkinci cismin getdiyi yol isə onun yaratdığı fiqurdur. Yəni bu fiqurdur. Buranı bütövlükdə hamısını qeyd edəcəyik. Bu şəkildə bütöv. İndi nə qədər çoxdur? İkincinin getdiyi yol birincidən bu hissə qədər çoxdur. Bu hissə qədər çoxdur. Və bu da zaman keçdikcə neyinir bu hissənin sahəsi? Artır da. Əvvəl ancaq bu hissə olurdu. Bu zaman anına uyğun bu hissə olur. Digər zaman anına uyğun bu olur. Ta ki T0 anına kimi bu sahə getdikcə artır. Yəni bu hissə getdikcə artır. Ona görə də biz görürük ki, bu iki cisim arasındakı məsafə T0 anına qədər neyinir? Artır. 143. X oxu üzrə hərəkət edən cisimlərin koordinatın zamanlı qrafikinə əsasən hansı zaman anında sürət sıfır ola bilməz? Yəni, başlanğıc sürət sıfır olmamalıdır. Baxırıq, birinci cisim bərabər yavaşlayan hərəkət edir. Cisim başlanğıc sürəti sıfır olsa, sıfırdan necə yavaşlayan hərəkət edə bilər? Yəni, birinci cismin başlanğıc sürəti sıfır olmamalıdır. 2. Bərabər sürətli hərəkət uyğundur. Cisim başlanğıc sürəti sıfır olsa, bərabər sürətli hərəkət edə bilməz. Yəni, müəyyən bir qiyməti var, onun sabit qalması ilə hərəkət edir. Bu da sıfır deyil. Yəni, ikinci cismin hərəkəti də sıfırdan başlaya bilməz. Amma üçüncü cisim bərabər yeyinləşəndir. Cisim başlanğıc sürəti sıfırdan yeyinləşən hərəkət edə bilər. Yəni, sükunət vəziyyətindən yeyinləşən. Hansı ola bilməz dediyinə görə 1 və 2-ci hallarda başlanğıc sürət sıfır ola bilməz. 144. Koordinat zamanında asılı qrafikinə əsasən T0 anında sürəti sıfıra bərabər ola bilər. Yəni, başlanğıc sürət sıfır ola bilər. Biz bayaq qeyd elədik ki, yalnız bərabər yeyinləşən hərəkətdə cisim başlanğıc sürəti sıfırdan, yəni sükunət vəziyyətindən yeyinləşən hərəkət edə bilər. Yalnız 3. Bərabər təcili hərəkətin cisim 2 saniyədə zamanda sürəti olub 10,
T4 olanda sürət olub 16. Cismin təcilini tap. Bu yeniləşən hərəkətdir. Çünki biz sürətin getdikcə artdığını görürük. V bərabərdir V0 plus AT. Tənlik budur. Demək T2 olanda V10 olub. Yazıram. 10 bərabərdir V0 plus A vur 2. T4 olanda V olub 16. 16 bərabərdir V0 plus A vurulsun 4. Burada bir sistem tənliyi alındı. Və biz bunu həll eləmək üçün yuxarı hissəni -2-yə vuracam. Onda olacaq nə? Onda olacaq -20 bərabər -2 dənə V0 minus 4A. Aşağıda isə 16 bərabərdir V0 plus 4A. Tərəf-tərəfə toplayırıq. -4 bərabərdir -V0. V0 bərabər 4. Başlanğıc sürət tapdığımı? Tapdıq. Gətirib burada yerinə qoyub təcildə tapa bilərik. 10 bərabərdir 4 plus 2A. 2A bərabər 6. A bərabər 3. Deməli, təcilin proyeksiyası 3. Başlanğıc sürət isə 4-dür. Bu da olacaq B variantı. 146. Deyir ki, x oxu boyunca düz xətlə hərəkət edən maddi nöqtənin sürətinin proyeksiyasının zaman asılı qrafiki verilib, hansı zaman anında maddi nöqtələr görüşəcəklər. Bunu biz əslində qrafikdən görə bilirik. 8 saniyə anına uyğun. Deməli, burada biz necə hesablayarıq? Birinci, bu bərabər sürətli hərəkətdən cismin yaratdığı fiqurun sahəsini hesablayarıq. 4 vur 8, 32 metr. Başlanğıc koordinatları eyni olduğuna görə bu 32 metr yol getdi. İndi bu digər cismin, bu biri cismin getdiyi yolu tapsaq, bu düzbucaqlı üçbucağın sahəsini hesablayaraq 8 vur 8 böl 2, bu da 32. Görüşəcəklər 8-ci saniyədə. Həlli yolu ilə də belə də demək olar. Necə? Birinci cisim bərabər sürətli hərəkət edir deyə. Sürəti də 4-dür. Getdiyi yol 4 vur T-dir. VT ilə hesablasaq, V-nin yerinə 4 yazaq. İkinci cismin başlanğıc sürəti 0-dır, düzdürmü? Təcilini tapıram. Buna 1 deyirəm, buna da 2 deyirəm. Təcilini tapıram. A bərabərdir delta V böl T-dir. Bu 4 saniyə uyğun anında sürət dəyişməsi 4-dür də. 4 böl 4 təcili olacaq 1. Deməli, A ikinci cismin təcilini tapdım. Onun getdiyi yolu isə belə təyin olunacaq. İkinci cismin getdiyi yol AT kvadrat böl 2. AT kvadrat böl 2. Buradan indi bunlar görüşəndə eyni yol getmədilər axı. Bu S-ləri bərabər eləyəcəm. Yazacağım ki, AT kvadrat böl 2 bərabərdir 4T-yə. Çarpaz vuraq. Onda olacaq nə? 8T bərabərdir AT kvadrat. A da 1-də axı. İndi yerinə 1 yazsam olacaq 8T bərabərdir T kvadrat. T-yə bölsəm hər tərəfi T bərabər 8 saniyə və salam. 8 saniyə sonra bu cisimlər görüşəcəklər. Gəldik bura 147-ci sual. Burada baxırıq ki, əvvəlcə ilk 2 saniyədə bu cisim bərabər sürətlə hərəkət edib düz xəttdə. Sürətini tapıram. V bərabər S böl T-dən sürət olacaq 2. Deməli, bərabər sürətli hərəkət başlanğıc sürəti də 2-dir. Və bilirik ki, bərabər sürətli hərəkətdə təcil 0-a bərabər. Deməli, ilk 2 saniyə anına uyğun anda təcil olmalı 0. A variantı ödəmir, çünki təcil -2-dir. B olmaz, təcil 4-dür. D olmaz, təcil müsbət 2 göstərilir. Cavabı ya Y-dir, ya C. İndi bu digər 2 və 4-cü saniyə anları arasındakı təcil necə tapacam? Artıq burada müəyyən bir başlanğıc sürətimiz var, 2. Deməli, V0 nədir? 2-dir. Və gedilən yol da bəllidir. Yazırıq, S bərabərdir V0T plus AT kvadrat böl 2-dən, çünki yeniləşən hərəkətdir burada, təcil tapacam. Bu 2-4 aralığında keçən müddətdə cisim 4-cü koordinatdan 12-yə gəlib, yəni 8 metr. 8 bərabərdir. Başlanğıc sürətimiz 2-dir. 2 vur. Deməli, keçən zaman müddəti 2 saniyədir. 2 plus A vur. 2-nin kvadratı edir 4 böl 2. Burada nə alınır? 8 bərabərdir 4 plus 2A. 2A bərabər 4, A bərabərdir 2. Müsbət 2. Deməli, təcilimiz olmalıdır. Digər o 2 saniyə ərzində müsbət 2. Əvvəlcə 0, sonra müsbət 2. Cavab oldu Y. 148. Hansı hallarda cismin təcil vektoru şaquli istiqamətdə yuxarı yönəlibdir? Deməli, təcil yönəlməlidir yuxarı.
Baxaq, şaquli yuxarı istiqamətdə yavaşyan. Deməli, sürət yuxarıdır, yavaşyan deyirsə təcil aşağı yönəlir. 1-i götürmürük. Şaquli yuxarı istiqamətdə yeyinləşən, bu zaman sürət yuxarı, yeyinləşən dediyinə görə təcil də yuxarı olur. 2-ni qeyd elədik. Cisim şaquli aşağı istiqamətdə yeyinləşən. Deməli, aşağı deyirsə sürət aşağı, yeyinləşən deyirsə təcil də aşağı. 3-ü qeyd götürmürük. Şaquli aşağı istiqamətdə yavaşyan. Şaquli aşağı gedir, cisim sürət aşağı. Yavaşyan dediyinə görə təcil yuxarıdır. Deməli, 4-ü də qeyd eləyəcəyik. Cavab olacaq 2 və 4. 149. Hansı hallarda təcil vektoru şaquli istiqamətdə aşağı yönəlir? Deməli, biz elə variantları seçməliyik ki, təcil aşağı yönəlsin. Cisim şaquli yuxarı istiqamətdə yavaşyan hərəkət edir. Şaquli yuxarı gedir, yəni sürət yuxarı. Yavaşyan deyirsə təcil aşağı yönəlir. Bunu götürəcəyik 1. Cisim şaquli yuxarı istiqamətdə yeyinləşən hərəkət edir. Şaquli yuxarı gedir, sürət yuxarı. Yeyinləşən deyirsə təcil də eyni yönəlir. 2-ni götürmürük, çünki bizə təcilin aşağı olduğu lazımdır. 3-də şaquli aşağı istiqamətdə yeyinləşən. Şaquli aşağı gedir. Yeyinləşən gedirsə təcil də aşağı yönəlir. 3-ü qeyd elədik. Şaquli aşağı istiqamətdə yavaşlayan hərəkət. Aşağı, sürət, yavaşlayan deyirsə təcil bu zaman yuxarı olur. 4-ü də götürmürük. Deməli olacaq 1 və 3. 150. Bərabər yavaşlayan hərəkəti üçün. Bərabər yavaşlayanda təcil sabitdir, sürət azalır. Yavaşlayan olduğuna görə sürət və təcil əks yönəlirlər. Deməli götürəcəyik 2 və 4 düzgün cavaba uyğun gəlir. 2 və 4. 151. Bərabər yeyinləşən hərəkət zamanı hansı ifadələr doğrudur? Bərabər yeyinləşəndə təcil sabit olur. Bu dəfə sürət və təcil eyni istiqamətdə yönəlir. Yəni 2 və 3 uyğun gəlir. 152. Burada x ox üzrə hərəkət edən cismin koordinatının zamanı asılı qrafiki verilmişdir. OA hissəsində biz görürük ki, cisim necə hərəkət edir? X ox istiqamətində bərabər yavaşlayan. Bərabər yavaşlayan. 2. AB-də isə düz xəttdir. Deməli, bu bərabər sürətli hərəkət uyğundur. Deməli, AB hissəsində bərabər sürətli hərəkət edir. 3. BC hissəsində isə parabola qolu yuxarı, bərabər yeyinləşən hərəkət uyğundur. 2, 3, 5. Düzgün cavab belə olacaq. 2, 3 və 5. 153. X ox üzrə hərəkət edən cismin sürətinin proyeksiyası zamanı asılı qrafiki verilmişdir. Biz baxırıq ki, cisim əvvəlcə x ox istiqamətində bərabər sürətli, sonra x ox istiqamətdə bərabər yavaşlayan, artıq burada zamanlığın kəsir düşür aşağı, x oxun əksinə yeyinləşən, x oxun əksinə bərabər sürətli, x oxun əksinə bərabər yavaşlayan, yenə zamanlığın kəsdi, x oxu istiqamətdə yeyinləşən. İstiqamət dəyişdiyinə görə yol yer dəyişmədən böyükdür. Cismin getdiyi yol yer dəyişmədən böyükdür. Və cismin hərəkət istiqamətini 2 dəfə dəyişir. 1, 2. Zaman oxunun kəsib keçdiyi yerlərdə. Deməli, burada düzgün cavab 2 və 3. 154. Sürət tənliyi V bərabər V0 plus 4 şəklində ifadə edilmiş. Üst xətt üzrə hərəkət edən cismin müşahidəyə başlayan 10 saniyə ərzində 350 metr yol gedib başlanğıc sürətini tap. Biz bunu belə tapacağıq. S bərabərdir V0T plus AT kvadrat bölü 2 tənliyindən qiymətləri yerinə qoyub V0 tapacağım. S 350'dir, yazırıq. 350 bərabərdir. V0 bəlli deyil. Zaman isə 10 saniyədir. V0 vur 10 plus. Təcil neçədir? V bərabər V0 plus AT tənliyinə görə təcilimiz 4'dür. 4 vur. Zaman 10'un kvadratı 100. Bölünsün 2. 350 bərabərdir. 10 dənə V0 plus 200. 10 dənə V0 bərabər 150. Buradan V0 bərabər olacaq 15 metr bölünsün saniyə. Deməli, cavab olacaq 15. Keçirəm 155'ə. Burada da eyni qayda ilə yenə də yazırıq ki, S bərabərdir V0T plus AT kvadrat bölü 2'dir. 63 bərabərdir V0 vurulsun 3 saniyə plus təcilimiz 4'dür. 4 vur 3'ün kvadratı 9 bölü 2. Onda yazırıq 63 bərabərdir 3 dənə V0 plus burada 2 dəfə 9 18. 3 dənə V0 bərabər 63'dən çıxacaq 18 eləyəcək 45. Onda V0 bərabər olacaq neçəyə? 15 metr bölü saniyə. Yəni burada da cavab olacaq 15. 156. Deyir ki,
Başlanğıc sürəti, yəni V0 nə qədərdir? 4 metr böl saniyə. 8 metr yolda, S bərabər 8 metr yolda son sürət olubdur 8 metr böl saniyə. Təcilini tapın. Yazırıq ki, S bərabərdir V kvadrat minus V0 kvadrat böl 2A. Buradan təcili A-nı tapsaq, yazarıq ki, V kvadrat minus V0 kvadrat bölünsün 2S. V nə qədər? 8 kvadrat edir 64 çıxılsın. V0 nə qədərdir? 16 bölünsün 2A. Bölünsün 2S. 2 vur, S-dəki 8-dir. 64-dən 16 çıxacaq. 48 böləcək onu 16-ya. Bu da olacaq 3 metr bölünsün saniyənin kvadratı. Deməli, cavab olacaq 156-3. Gəldik bura. 157. Düzxətli hərəkət edən cismin başlanğıc sürəti, yəni V0 bərabərdir 4 metr böl saniyə. Təcil A bərabərdir 3 metr böl saniyənin kvadratı. Və sürətini 8-ə çatdırana kimi V bərabər son sürət 8 metr bölünsün saniyə. Neçə metr yol gedər? Yazırıq. S bərabərdir V kvadrat çıx V0 kvadrat böl 2A tənliyindən yazacağıq. Son sürətimiz 8-dir. Kvadrat eləyəcək 64 çıxılsın. Başlanğıc sürətimiz 4-dür. Kvadrat eləyəcək 16 bölünsün 2A. Yəni 2 vurulsun 3. 48-dən 64-dən 16 çıxırıq eləyir 48. Böləcək onu 6-ya. Cavab olacaq 8 metr. 158. Sükunət vəziyyətindən bərabər təcili hərəkətə başlayan cisim 10 saniyə ərzində 20 metr yol gedir. Təcilini tapın. Sükunət dediyinə görə yazıram ki, V0 bərabər 0-dır. T bərabər 10 saniyədir. S də bərabər 20-dir. Bizim düsturumuz bu şəkildə olacaq. S bərabərdir AT kvadrat böl 2-dən. A-nı tapsaq əgər, A bərabər 2 dənə S böl T kvadrat olur. Bu da bərabər. 2 vur, S nə qədər? 20. T də 10-dur. Onun da kvadratı eləyəcək 100. Elədimi? 40. 40-ı da 100-ə böləndə neçə alınır? 0,4. Deməli, bizim təcilimiz olacaq 0,4 metr böl saniyənin kvadratı. Keçirəm 159. Eyni tipdə sualdır. Yenə də deyir, sükunət vəziyyətindən, yəni V0 bərabər 0. Cisim 5 saniyədə, zaman 5 saniyə. Yoldakı 7,5 metrdir. Düsturumuz belədir də. V0T plus AT kvadrat böl 2. Sükunət vəziyyətindən olduğuna görə S bərabər olur AT kvadrat böl 2-yə. Buradan A-nı tapanda 2S-i bölürük T-nin kvadratına. Bu da bərabər. 2 vur, S-in yerində 7,5 böl T, deməli 5-dir. Kvadratı eləyəcək 25. T kvadratı da. 7,5-i 2-yə vururam, eləyir 15. 15-i də bölürəm 25-ə. 5-də 3 ixtisar gedəndə 5-də 3 də onluq kəsrə çevirsək 0,6. Deməli, təcil olacaq 0,6 metr böl saniyənin kvadratı. Cavab olacaq 0,6. 160. Bərabər təcilli hərəkət edən cismin sürətinin modulunun zaman asılıq cədvəl verilib. İlk 3 saniyə ərzində neçə metr yol gedər? S istəyir. Mənə nə verir? Başlanğıc sürət 0-dır. Yox, 0 anında başlanğıc sürətimiz 6-dır. V0 6. 3-cü saniyədə son sürət 12-dir. Zaman da verib mənə. T-dəki 3 saniyədir. Onda S-i hansı düsturla tapacağım? V var, V0 var, T var. Bu düsturla. V plus V0 böl 2 vur T. V son sürət 12. Başlanğıc sürət 6 böl 2 vur zamanda 3 saniyədir. Bərabər. 12 ilə 6-nı toplayacağım. 18 böləcəm 2-yə, vuracam 3-ə. 18-i 2-yə bölərəm 9, vuraram 3-ə 27 metr. Cavab olacaq 27. 161. İlk soxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zaman asılı qrafiki verilmişdir. Onun bərabər yeyinləşən hərəkət müddətində getdiyi yolu. Suala diqqət edirik. Yalnız bərabər yeyinləşən hərəkətdə getdiyi yolu istəyir. Yeyinləşən bu hissədə baş verib. Yalnız ilk 3 saniyə ərzində bu hissədə gedilən yol bu fiqurun sahəsidir. O da trapesiyadır. Bir oturacağı 0 ilə 2 arasında 2-dir. Yazıram ki, trapesiyanın sahəsi A plus B böl 2 vur H-dır.
biri 2'dir. O biri oturacağı 0 ilə 10 arasında 10'dur. 2 plus 10 bölünsün 2 vurulsun. Hündürlük də ki 0 ilə 3 arasında 3'dür. Deməli eləyir 12 böl 2 vur 3. 12'ni 2'yə bölürəm 6. 6'ını da vururam 3'ə. Eləcək 18 metr. Yalnız yeyinləşən hissədə bu cismin getdiyi yol olacaq 18 metr. Vəssalam. 162. Maraqlı bir sualdır. X oxu üzrə hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilibdir. Müşahidəyə başlayan andan 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidə başlayan anda onlar arasındakı məsafəni tapaq. Əvvəlcə hər iki cismin getdiyi yolu tapaq. İlk 10 saniyə ərzində əvvəlcə birinci cismin getdiyi yolu tapmaq üçün onun yaratdığı fiqurun sahəsini hesablayacaq. Düzbucaqlı üçbucaqdır. Bir kateti 10, biri 16'dır. Yazıram 10 vur 16 böl 2 160 80 metr. Deməli birinci fiqurun getdiyi yol 80 metrdir. Özü də x oxu istiqamətində. İndi ikinci cismin getdiyi yolu onun yaratdığı fiqurun sahəsindən tapacağıq. Burada artıq bir trapesiya yaranır. Burada bir trapesiya var və belə hesablanır. S bərabərdir A plus B böl 2 vur H. Bu da bərabərdir. Bir kateti 16'dır. Bir oturacağı daha doğrusu. Diğer oturacağı 4'dür. Yazırıq ki 16 plus 4 bölünsün 2 vurulsun. Hündürlüğü də ki 10 metrdir də. 20'nin yarısı 10. Onu da vuracaq 10'a 100. Deməli ikinci cismin getdiyi yol olacaq nə qədər? 100 metr. Və bunlar görüşürlər 10 saniyədən sonra. Bu nə deməkdir? Hər iki cisim də x oxu istiqamətdə gedir. Məsələn, birinci cisim, bu birinci cisimdir. Buradan gəlir bura. Məsələn, bu nöqtədə A nöqtəsi deyək də, burada görüşüblər. 80 metr yol gəldi. Burada görüşdü digər cisimlə. Digər cisim isə 100 gəlibdir. Deməli, o birinci cisimdən daha arxada olub da. İkinci cisim 100 metr yol gələrək deməli burada görüşüblər ikisi də. Eyni istiqamətdə gedirlər deyə. Burada görüşdülərmi? Görüşdülər. Bəs başlanğıc anda onlar arasındakı məsafə nə qədər olub? Başlanğıc anda onlar arasındakı məsafə bu məsafədir. Söhbət bu məsafədən gedir. Və biz görürük ki, onda çıxmalıyıq. Deməli, onlar arasındakı məsafəni tapanda 100-dən o 80'ə çıxacam. 20 metr. Onlar arasındakı məsafə əvvəlcə olub 20 metr. 163. X oxu üzrə hərəkətdən maddi nöqtənin sürətinin proyeksiyasına asılı qrafiki verilmişdir. Müşahidəyə başlayan 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidə başlayan anda onlar arasındakı məsafə. Aha. Yenə də burada əvvəlcə cisimlərin getdiyi yolları tapmalıyıq. Yenə burada bir trapesiya var. Əvvəlcə birinci cismin getdiyi yolu tapaq. A plus B böl 2 vur H-dan tapacam. Bir oturacağı 4'dür. Yazıram 4 plus. O biri 16'dır. 4 plus 16 bölünsün 2 vurulsun. Hündürlük də 10'dur. Bəli S1 olacaq. 20'nin yarısı 10 vur 10 100 metr. Birinci cisim x oxu istiqamətində gedir və 100 metr. İndi ikinci cismin getdiyi yol. Orada da bir trapesiya yaranır. Baxın bu trapesiyadır. Onun da sahəsini tapmaq üçün yenə də A plus B oturacaqlarının cəminin yarısı vur hündürlük. Bir oturacağı buradan bura baxırıq ki, nə qədərdir? 3'dür. 3 plus 10 bölünsün 2 vurulsun hündürlük də 10'dur. 13 yarısı alt tamamda 5 65 metr. İndi bunlar əks gedirlər. Birinci cisim x oxuna, ikinci cisim x oxunun əksinə hərəkət edir və onun sayını da görüşürlər. Demək, birinci cisim x oxu istiqamətində hərəkət edir. O biri isə x oxunun əksi istiqamətdə hərəkət edir. Yəni beləsinə və gəlirlər burada görüşürlər. Düzdürmü? Buna birinci cisim deyək. Bu x oxuna gedir. S1 yazaq bura. S1 nə qədər gedir? 100 metr. S2 x oxunun əksinə gedir. 65 metr. Və gəldilər burada görüşdülərmi bir A nöqtəsində? Onda başlanğıc halda onlar arasındakı məsafə bu məsafədir. Və bu toplanmaqla tapılar. Onda onlar arasındakı məsafəni tapanda 100 ilə 65'i toplayacaq. Olacaq 165 metr. Və salam. 164-cü suala gəlirik. Başlanğıc sürət 2'dir. X oxu üzrə hərəkət edən cismin təcilinin proyeksiyasının zaman asılı qrafiki verilibdir. İlk 3 saniyədə getdiyi yolu tapın.
Bunu belə bir üsulla eləyə bilərik. Təcil zaman qrafikindən keçərik sürət zaman qrafikinə. Sonra da ki, fiqurun sayısını taparıq. O şəkildə hesablayarıq. Bu VT-dir. Başlanğıc sürət 2-dir. Burada yazıram 2. Başlanğıc sürətim 2. Təcildə 2 alınıb da 1 saniyəyə uyğun zaman anında. Deməli, zaman anın 1 götürürəm. Özdə yeyinləşən hərəkətdir. Hardan bilirəm? Təcil müsbətdir deyə. Təcilin 2 alınması o demək ki, A bərabər delta V böl T-dən. Delta V, yəni sürət dəyişməsi A vur T-dir. Təcil 2 zaman 1. Deməli, sürət dəyişməsi 2 olacaq. Başlanğıcı 2-dirsə, deməli, sonu da 4-dür ki, dəyişmə 2 alındı. Deməli, ilk 1 saniyəyə uyğun çəkdik. Belə bir qrafik olacaq. Sonra görürəm ki, növbəti anlarda təcilin müsbət 4 alınıb. Deməli, yenə artıb. Özdə bu dəfə daha sürətli artıb. Qrafiki biraz daha dikində eləyəcəyik bu şəkildə. Bu şəkildə eləyək və buna uyğun zaman anını 4 saniyə yazırıq. Yenə də delta V sürət dəyişməsi tapanda A-nı vuracam T-yə. A neçədir? 4-dür. T-dəki 2 saniyədir. Eləyəcək 8. Sürət dəyişməsi 8 olub. 8 olubsa, deməli 4-dən artıb, bunu biraz uzadaq. 4-dən artıb 12 olub da burada. 12 olub. İndi bunun dəqiq olması üçün gəlin yoxlayaq. 12-dən çıxıram 4-ü 8 bölürəm. Bu 3 saniyədir. Bölürəm aralıqda keçən 2 saniyəyə. 8-i 2-yə böləcəm 4. Deməli təcilm olacaq 4. Düzdür. Deməli mən sürət zaman qrafikini təcil zamandan keçdim sürət zamanı. İndi burada necə tapacağam gedilən yolu? Fiqurun sayısı ilə hesablayacağam. Burada 2 dənə fiqur yarandı. Birincisi, bu ilk 1 saniyə anına uyğun bu fiqurdur. Bu trapesiyadır. Buna S1 deyirəm. Sonra ikinci 1-3 saniyə aralığında keçən bu fiqurdur. Hər ikisi trapesiyadır. Hesablayaq. Əvvəlcə birinci fiqurun sayısını hesablayaq. A plus B, yəni 2 plus 4 bölünsün 2 vurulsun 1. 6-nı 2-yə bölərəm 3, 3-ü 1-ə vuraram 3 metr. Əvvəlcə birinci fiqur, yəni ilk 1 saniyə ərzində gedilən yol oldu 3 metr. Sonra növbəti 1-3 saniyə aralığında orada da yenə A plus B, bu 1 kateti buradan bura 1 katet deyirəm, oturacağı 1 oturacağı 4-dür, o biri 12-dir. Yazıram 4 plus 12 böl 2 vur, keçən müddət 2 saniyədir. Eləyir 16 böl 2 8. 8 vur 2, 16. 16 metr. Deməli, birinci fiqur 3, ikinci 16. İndi ilk 3 saniyə getdiyi ümumi yolu tap. Burada yolu tapanda 3 plus 16. Deməli, ümumilikdə 19 metr yol getdi. Gəldi 165-ə. Burada deyir, uyğunluğu müəyyən edin. Biz baxaq, yazaq bura 1, 2, 3. Hansına nə uyğun gəlir? Əvvəlcə deyir ki, x oxu üzrə hərəkət edən cismin sürətinin modulu yalnız artır. Sürətin yalnız artdığı A variantında görürəm ki, yeyinləşəndir, yalnız artır. 1-ə gedir A və yeyinləşən hərəkətin koordinat zaman qrafikdə bu şəkildə verilir axı, yalnız artır. Burada yalnız sürətin artdığı, yəni yeyinləşən hərəkət göstərilir. 1-ə həm də B də uyğundur, AB. Sürətin yalnız azaldığı C variantında yalnız azalan dəyişmir. D variantı heç birinə uyğun gəlmir. Çünki həm artır, həm azalır. Dəyişmir deyəndə burada bir dənə sürətin sabit olduğu Y-dir. Deməli, 1-ə A, B, 2-yə C, 3-ə Y. 166. Yenə də X oxunda sürətin yalnız artdığı deyilir. Yalnız artan, fərqi yoxdur ki, X oxuna və yaxud onun əksinə. C-də verilib, yalnız artır. Və koordinat zaman qrafikində də bu, koordinat başlanğıcında bunu təsəvvür eləsə, X oxunun əksinə yeyinləşəni göstərir. Yəni, sürət yalnız artır burada. 1-ə getdi həm C, həm D variantları. Həm C, həm D. Sonra 2-də yalnız azalır. Sürətin yalnız azaldığı, sürət zaman qrafiki yoxdur, amma koordinat zaman var. X oxuna bərabər yavaşlayan. Burada sürət nə edir? Azalır. Başqa heç bir hissə yoxdur. Yalnız azalma burada baş verdi. Sürətin dəyişmədiyi A variantında X oxunun əksinə bərabər sürətli. Yəni, sürət sabitdir. Y heç birinə getmir. Çünki sürət burada əvvəlcə azalır, yavaşlayan, sonra artır, yeyinləşən. Deməli, 1-ə CD, 2-yə B, 3-ə A. 167. X oxu üzrə hərəkətdə hərəkətin növləri və koordinat zaman asılı qrafikləri arasında uyğunluğu müəyyən edin.
Seçək də 1-ə, 2-yə və 3-ə nə uyğun olur? Yeyinləşən hərəkət. Yeyinləşəndə burada biz görürük bərabər yeyinləşən x ox istiqamətində və bərabər yeyinləşən x oxun əksi istiqamətdə. 1-ə həm D, həm Y uyğun gəlir. Yavaşlayan A variantı x ox istiqamətdə yavaşlayanı göstərir. Bu B-də cisim koordinat dəyişmir. Bu sükunət vəziyyətidir. Heç birinə uyğun gəlmir. C isə x oxu istiqamətdə bərabər sürətlidir. Bərabər sürətli uyğun gəlir. Deməli, 1-ə D, Y, 2-yə A, 3-ə C. Keçək növbəti. 168-də 1, 2 və 3-ə uyğun olanları seçək. Bərabər yeyinləşən. Bərabər yeyinləşən bir dənə burada Y variantında verilib. X oxuna yeyinləşəni göstərir. Yavaşlayan. C-də x oxu istiqamətdə yavaşlayandır. D-nin koordinat başlanğıcına kök hissəyə paralel və belə bir fiqur alınır. X oxunun əksinə yavaşlayan. Yavaşlayan dediyinə görə hər ikisini götürürük. Həm A, həm C, AC və bərabər sürətli dediyinə görə B x oxunun əksinə bərabər sürətlidir. D heç birinə getmir, çünki orada cisim sükunətdədir. 1-ə Y, 2-yə AC, 3-ə B. 169. X oxu istiqamətində hərəkət edən cisimlər üçün verilmiş qrafiklər ifadələri uyğunluğu seçək. Seçək də 1-ə, 2-yə və 3-ə uyğun. Cisim bərabər sürətli hərəkət edir. Bərabər sürətli B variantında biz görürük ki, cisim bərabər sürətli hərəkət edir. Koordinat zaman qrafiki uyğun gələni yoxdur. Cisim yeyinləşən hərəkət edir. Yeyinləşəndə bu koordinat zaman qrafiki yeyinləşəni göstərir. Sürət zaman qrafikinə uyğun gələni yoxdur. Deməli, 2-yə getdi C. Sonra 3. Cisim yavaşlayan. Koordinat zaman qrafiki bu şəkildə olan x oxuna yavaşlayanı göstərir. Sürət zaman qrafikində getdikcə azaldığı yavaşlayan. Deməli, həm A, həm də D uyğun gəldi. 1-ə B, 2-yə A, 3-ə də D. Yenə də sürət və təcilin proyeksiyasının zamanası qrafiklər arasında uyğunluğu müəyyən edin. Cisim x oxunun əksi istiqamətdə hərəkət edir. Bu artıq mənə ipucudur ki, başlanğıc sürətin proyeksiyası mənfidir. X oxunun əksinə. İndi bir-bir müəyyənləşdirəcəyik burada. Deməli, sürətin proyeksiyası mənfidirsə, bərabər yeyinləşən hərəkətdə təcilin proyeksiyası da olacaq mənfi. Çünki sürətlə eyni yönəlir. Təcil mənfi sabit 1-ə uyğun gedir B. X oxunun əksinə yeyinləşən sürət zaman qrafiki varmı? Yoxdur. Onda 1-ə yalnız nə gedəcək? B gedəcək. Və salam. 2. Bərabər yavaşlayan. X oxunun əksinə yavaşlayandırsa, sürət mənfidir axı. Onda təcil olacaq müsbət. Təcil müsbət sabit 1-ə A uyğun, 2-yə A uyğun gəlir. Və A-dan başqa da X oxunun əksinə hərəkət və yavaşlayan hərəkət Y variantda buna uyğun gəlir. AY və x oxunun əksinə bərabər sürətli təcil 0 olmalıdır orada. Əksinə bərabər sürətli dediyinə görə 3-ə həm də yalnız D variantı getdi. 1-ə B, 2-yə AY, 3-ə D. Gəldi 171-ə. Sürət və təcil proyeksiyası zamanı asılı qrafikləri ifadə olunur. Müəyyən edin. 1. Cisim x oxu istiqamətdə yeyinləşən hərəkət edir. X oxu dediyinə görə qrafik yuxarı baxmalıdır. 1-ə uyğundur B, x oxuna yeyinləşən. Sürət zaman qrafikində də zaman oxuna yuxarıda olan bu Y də uyğun gedir. Deməli, 1-ə B və Y. İkincisi, cisim x oxunun əksinə yavaşlayan. Əksinə yavaşlayan. C variantını biz koordinat başlanğıcında çəkəndə görürük ki, bu əksinə yavaşlayanı göstərir. 2-yə C. Üçüncüsü, x oxu istiqamətdə bərabər sürətli. Baxın, sürət zaman qrafiki zaman oxuna yuxarıda. Yəni, x oxuna bərabər sürətli. A heç birinə getmir, çünki bu x oxunun əksinə yeyinləşən hərəkətdir. 172. Uyğunluğu müəyyən edin. X oxu üzrə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamanda asılı qrafiki verilmişdir. Aha, qrafikin hissələrinə uyğun biz seçməliyik ki, nəyə nə uyğun gedir? O A hissəsində burada cisim x oxunun əksinə bərabər yavaşlayan hərəkət edir. Deməli, x oxunun əksi istiqamətdə bərabər yavaşlayan. 1-ə A uyğundur. Başqa heç nə uyğun gəlmir. AB hissəsində ümumiyyətlə cisim sükunətdədir.
deməli B variantı 2-yə uyğun gəlir və sükunətdə olan cismin sürəti də 0-dır, təcili də 0-dır, deməli D də uyğun gəlir. Və BC hissəsində qrafik yuxarı baxır, X oxu istiqamətdə yeyinləşən hərəkətdir. X oxu istiqamətdə yeyinləşən, deməli 3-ə də C uyğun gəlir. Y heç birinə uyğun gəlmir, çünki X oxu istiqamətdə yavaşlayan hərəkət yoxdur burada. 173. X oxu istiqamətdə hərəkətlə yer dəyişmə zamanından asılı qrafiki verilmişdir və yenə də biz seçməliyik ki, grafikin əvvəlcə OA hissəsində biz görürük ki, cisim X oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Deməli, A uyğun gəlir. AB hissəsində cisim sükunətdədir. Sükunətdədirsə sürəti 0-dır, təcil də 0-dır. 2-yə B və C uyğun gəlir. 3 aşağıya baxır. X oxunun əksinə bərabər yeyinləşən hərəkətdir. 3-ə də D uyğun gəldi. Deməli, 1-ə A, 2-yə BC, 3-ə D. 174. Burada baxaq. Deməli, OA hissəsində cisim X oxunun əksinə bərabər yavaşlayan hərəkət edir. X oxunun əksinə bərabər yavaşlayan 1-ə B. AB hissəsində sükunətdədir. 2-yə C. BC hissəsində X oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. X oxu istiqamətində yeyinləşən A. İndi burada deməli nə qaldı? Deyir, cismin təcili başlanğıc sürətinin əksinə yönəlibdir. Bu yavaşlayan hərəkətə uyğundur. Yavaşlayan da OA-yadır. Deməli, Y gedəcək 1-ə. B, Y, C, A. Burada D heç birinə uyğun gəlmir. Çünki X oxunun əksinə bərabər sürətli hərəkət yoxdur burada. 175. Baxaq bura 1, 2 və 3. AB hissəsində cisim X oxu istiqamətdə bərabər yavaşlayan hərəkət edir. Deməli, burada sürətin proyeksiyası müsbətdir, çünki zaman oxuna yuxarıdadır, amma təcilin proyeksiyası mənfidir. BC hissəsində burada sürət 0-dır, sürət 0-dırsa təcil də 0-dır. CD hissəsində sürətin proyeksiyası müsbət, yeyinləşən olduğuna görə təcil də müsbətdir. İndi uyğunluğu seçək. Təcilin proyeksiyası müsbətdir. Bu A üçüncüsünə uyğundur. Təcilin proyeksiyası mənfidir. B birinci hərəkətə, yəni AB hissəsinə uyğun gəldi. Təcil 0-dır. Bu BC hissəsində, yəni ikinci hissədə. Cismin sürət və təcili eyni istiqamətdə. Nə vaxt eyni yönəlir? Yeyinləşəndə. Yeyinləşən hardadır? CD-də. D getdi bura. Təcil və sürət vektorları əks yavaşlayan hərəkətdə uyğundur bu. AB hissəsində. Yəni, Y də getdi 1-ə, 1BY, 2C, 3AD. Vəssalam, biz bərabər təcilli hərəkətin izahını bitirdik. Sağ olun, növbəti dərslərdə görüşərik.